İnsanoğlu tarix boyu xilası və ucalığı səmada axtarıb. Eramızdan əvvəl 10.000-ci illərdə insanlar günəşə duyduqları sevgi və heyranlığı rəsmlərlə, yazılarla ifadə edirdilər. İlk tanrıların da məhz səmada olan varlıqlarla, xüsusilə günəş əlaqələndirilməsi heç də təsadüfi deyildi. Deyə bilərik ki, insanın səmaya və onu anlamağa olan marağı onun tarixi qədər qədimdir. Bu marağın təbii nəticəsi olan uçmaq arzusu da həmin tarixdə bircə başlayıb. Eramızdan əvvəl 3-cü əsrdə kütlənin batırıldığı mayenin çəkisinə bərabər və ya ondan yüngüldürsə üzür prinsipi ilə tanınan Arximed, atmosferin də eyni şəkildə qaldırma qüvvəsinə malik olduğunu dərk edərək uçuş ideyasının elmi əsasını qoyan ilk alimlərdən biri sayılır. İnsanlar bir zamanlar quşlara baxıb xəyal qururdular. Əvvəlcə qanat düzəltdilər, sonra isti hava balonları ilə səmaya qalxmağa çalışdılar. Nəhayət 1903-cü ildə mühərrikin köməyi ilə insan ilk dəfə havadan ağır bir uçan aparatla səmaya qalxmağı bacardı. O andan etibarən səma artıq əlçatmaz deyildi. Aviasiya həm müharibələrin, həm də sülhün bir parçasına çevrildi. Texnologiyalar inkişaf etdikcə hava nəqliyyatı dünyanın ən etibarlı və ən sürətli nəqliyyat vasitəsinə çevrildi. Hazırda müxtəlif ölçülərdə təxminən 1400 aviaşirkət, 25.000 təyyarə və 4000-ə yaxın hava limanı fəaliyyət göstərir və bu rəqəmlər hər gün artır. Amma aviasiya yalnız səmadan və təyyarələrdən mi ibarətdir? Əlbəttə ki, xeyr. Aviasiya təkcə insanları bir nöqtədən digərinə daşımaqla məhdudlaşmır. O həm də bir millətin üzü, qapısı və mədəniyyətinin aynasıdır. Bu kanalın yaranmasının əsas məqsədlərindən biri də Azərbaycan xalqının mənəviyyatında xüsusi yer tutan qonaqpərvərlik dəyərləri ilə aviasiya mədəniyyətini bir arada təqdim etməkdir. Çünki biz vətənin əsas giriş qapısı olan hava limanlarını necə görürüksə, dünyaya da elə görünürük. Aviasiya ilə bağlı kontent istehsalçıları YouTube'un Azərbaycan segmentində demək olar ki, yoxdur. Bu sahədə fəaliyyət göstərmək mənfəət deyil, paylaşmaq və öyrənmə məqsəd daşıyır. Hazırda kimliyimi xüsusi olaraq vurğulamasam da qeyd etməliyəm ki, Azərbaycanda aviasiya ixtisası üzrə bakalavr təhsil almış və hazırda bu sahədə təhsilimi xaricdə davam etdirirəm. Əsas məqsədim təklik deyil, birlik yaratmaqdır. Çünki bilik paylaşdıqca dəyər qazanır. Bu kanalda məhz birgə öyrənmək, birgə kəşf etmək və aviasiyaya birgə baxmaq üçün yaradılıb. Bu nəhəng sistemin necə harmoniya içində işlədiyini birlikdə görəcəyik. Addım-addım böyüyərək hədəf kütləmizi genişləndirməyə və aviasiya biliklərini birgə dərinləşdirməyə çalışacağıq. Aviasiya sahəsi yalnız təyyarələrdən və hava limanlarından ibarət deyil. O özündən azadlığı, macəra ruhunu, biliyi və insan təxəyyülünün sonsuzluğunu birləşdirir. Aviasiya mədəniyyətdir, birgəlikdir. Sən də bu sahədən bir parçası olmaq istəyirsənsə, kanala abunə ol və səmalara birgə uçaq.